Deməli, 1920-ci ilin aprel istilası ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır Sovet Rusiyası tərəfindən və Azərbaycanda Sovet rejimi yaradılır. Yəni Azərbaycanın yenidən qazanmış olduğu müstəqilliyi yenə də ruslar Azərbaycanın əlindən alır. Azərbaycan SSR-nin təşkili deməli necə olur? 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən sonra Sovet rejimi burada özlərinə uyğun idarəçilik rejimi yaratmağa çalışır və yaradır. Əslində Sovet hakimiyyəti, yəni Rus hakimiyyəti birbaşa daxil olub Azərbaycanın hakimiyyətini əlindən ala bilmir. Çünki Birinci Dünya müharibəsi bitib. Artıq xalqların öz müqəddəratını təyin etmə hüququ verilib və ona görə də Sovet Rusiyasının o cəsarəti, o ixtiyarı çatmır ki, hansısa bir dövləti əvvəlki kimi müstəmləkə rejiminə sala bilsin. Amma əlindən də vermək istəmir. Ona görə ilk öncə qeyd etmişdik ki, Xalq Cümhuriyyətinin içərisində də birinci Bolşevik partiyasını yaradır və ya Xalq Cümhuriyyətini o Bolşevik partiyasının əli ilə süquta uğradır. Hətta Bolşevik partiyasının içərisində azərbaycanlılardan ibarət eləyir ki, buna kimsə deməsin ki, sən Xalq Cümhuriyyətini süqut etdirdin. Yəni o bunu belə qələmə verir ki, Xalq Cümhuriyyətinin içərisində olan Azərbaycanlı Bolşevik partiyası, yəni özlərinin dövlətini süquta uğratdırdı və yeni bir rejim təşkil etdi, SSR. Azərbaycan SSR. Yəni bu cür qələmə vermək üçün Azərbaycanda Bolşevik partiyasını yaradıb tərkibini azərbaycanlılardan ibarət etmişdi. Amma özü eləyir, hər şeyi altdan özü eləyir, özü dağıdıb, özü parçalayıb, qoşunları gəlib, amma bunu belə qələmə verir ki, Azərbaycanlılar Azərbaycanda olan Bolşeviklər öz dövlətini süquta uğratdı və yeni bir rejim yaratdı. Və Azərbaycanın 1920-ci ilin aprelindən artıq ikinci respublika dövrü başlayır. Ümumiyyətlə, Xalq Cümhuriyyəti dövrü Azərbaycanın birinci respublika dövrüdür. 1918-1920. İkinci respublika 1920-də başlayır ta Azərbaycan SSR dağılana qədər. Bu olacaq ikinci respublika. Üçüncü respublika isə müasir Azərbaycan Respublikasının qurulması ilə başlayır. Deməli, Azərbaycan Respublikası 3 respublika dövrü yaşayıb, hal-hazırda 3-cü respublikanı yaşayırıq. Deməli, Rusiya Azərbaycanda Xalq Cümhuriyyətini süqut etdirdi. Azərbaycan SSR-ni təşkil eləyir və öz bu təcavüzkarlığını ört-basdır etmək üçün özünü elə göstərir ki, güya ə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün təminatçıdır. Yəni özünü dost kimi göstərir. Bunu ictimaiyyətə, yəni dünyaya özünü güya Azərbaycanın dostu kimi qələmə vermək, öz elədiklərinin üstünü ört-basdır etmək üçün eləyir. Və aprel işğalından sonra Azərbaycanda qanunverici orqan Müvəqqəti İnqilab Komitəsi olur. Rusiyada necə müvəqqəti idarə yaradılmışdı bir müddətlik, burada da bir müddətlik 1920-ci ilin aprelində Müvəqqəti İnqilab Komitəsi yaradılır ki, bu qanunverici orqan. Yəni qanunları burada verirdilər. Və onun tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Axı öz işlərini gizlətməlidir, ört-basdır eləməlidir bir müddətlik. Ona görə içini azərbaycanlılardan ibarət edir. 1920-ci ilin aprelin 28-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibi təsdiq olunur. Azərbaycan SSR Xalq Komissarları Soveti də bunun icra edici orqanıdır. Yəni Müvəqqəti İnqilab Komitəsi qanunvericidir, qanunları verir. Xalq Komissarları Soveti də icra edicidir. Onun verdiyi qanunları icra edir, həyata keçirir. Xalq Komissarları Sovetinin də rəhbəri, sədri Nəriman Nərimanov seçilir. Görürsüz, hamısını azərbaycanlılardan ibarət eləyib, çünki göstərməyə çalışır ki, Azərbaycan özü öz rejimini dəyişib. İçəridə Rus yoxdur. Heç bir Rus idarəçiliyi yoxdur. Yəni ki, mən bura qarışmıram. Bunu göstərməyə çalışır. Amma gələcək üçün planları başqadır. Gələcəkdə Azərbaycanın hətta SSR-nin tərkibinə daxil edəcək və bütün işlərini bunun üçün etap-etap, mərhələ-mərhələ həyata keçirir. Respublikada real hakimiyyət 1920-ci ilin fevralında Xalq Cümhuriyyəti yəni dağılmadan öncə Rusiyanın Azərbaycanın içində yaratdığı Azərbaycan Kommunist Partiyası idi. Hansı ki, bu Kommunist Partiyasını Rusiya burada yaratmışdı ki, Xalq Cümhuriyyətini onun əli ilə süqut etdirsin və içərisi azərbaycanlılardan ibarət idi. Və bundan sonra adını qoysun ki, Xalq Cümhuriyyəti özünü süqut etdirdi. Yəni ölkənin içindəki Kommunist Partiyası dövlət quruluşunu dəyişdirdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi hansı qərarları qəbul eləyirdisə, bu yerli partiya və təşkilatlar və eyni zamanda qanunverici, icra edici orqanlar tərəfindən məcburi şəkildə icra olunmalıdır. Yəni məcburiyyət var idi burada. Kommunist Partiyası nə qərar verirdisə, o həyata keçirilməli idi.
İlk dövrlərdə, xüsusən də partiyanın Bakı təşkilatında Azərbaycanlı rus və ermənilərdən az idi. Rəhbərlərini isə azərbaycanlılardan ibarət qoymuşdular. Sovet hökumətinin ilk tədbirləri. Yəni Sovet hökuməti Azərbaycanda 1920-ci ilin aprelində quruldu və başlayır Azərbaycanı sovetləşdirməyə, bu istiqamətdə tədbirlər görməyə. Hansı ki, Xalq Cümhuriyyəti bəzi azadlıqlar, hüquqlar, icazələr vermişdi. Bunların hamısını ortadan götürmək məqsədi daşıyır bu tədbirlər. 1920-ci ilin may-iyun ayları ərzində Müvəqqəti İnqilab Komitəsi Rusiya nümunəsində bir neçə mühüm qərar qəbul edir. Yəni burada qəbul olunmuş qərarlar Rusiyadakı qərarlara uyğun şəkildə qəbul olunur. Deməli, bir yerlərdə Qəza Nahiyə Kənd İnqilab Komitələri polisin əvəzinə fəhlə kəndli milisi yaradılır. Biz Rusiyada, Sovet Rusiyasında qeyd etmişdik ki, Sovetlər kommunizmdə, yəni özünü fəhlə və kəndlilərin, yəni aşağı təbəqənin tərəfdarı kimi göstərərək onları öz tərəfinə çəkməyə çalışır. Niyə? Çünki o dövrdə fəhlə və kəndlinin sayı daha çoxdur. Və onları öz tərəfinə çəkərək hakimiyyətini möhkəmləndirir. Baxın, burada da polisin əvəzinə fəhlə kəndli milisi yaradır. Polis vəzifəsini icra edir, amma adı fəhlə kəndli milisidir. Azərbaycan İnqilab Komitəsi Xalq Məhkəməsi haqqında dekret qəbul edir. Məhkəməyə ancaq fəhlə və kəndlilərin nümayəndələri üzv seçilə bilərdi. Baxın, yenə də ziyalılar, burjuaziya buradan kənarda qalır. Ümumiyyətlə bu Sovet rejimi burjuaziya, ziyalılara qarşı bir nifrət aşılırdı. Onlar sanki lazımsız bir ünsür, lazımsız bir təbəqə kimi görüldü. Çünki onlar xalqı oyada bilər. Əvvəl necə burjuaziya öz pulunu, ziyalılar da öz beynindəki biliklərini xalqın maariflənməsi üçün sərf edirdi. Baxın, bir məqsəd bunun qarşısını almaq idi, digər məqsəd isə fəhlə kəndlini özünün tərəfinə çəkərək öz hakimiyyətini möhkəmləndirmək idi. Hal-hazırda insanların çoxunun qıtlıq bilincində olması da mən düşünürəm ki, buradan gəlir. Çünki baxın, burada fəhlə kəndli ən üst təbəqəyə qaldırılır, yəni aşağı gəlirdə olanlar ən üst təbəqəyə qaldırılır. Burjuaziya, ziyalı varlar, yəni aşağıya. Onlara ümumiyyətlə hörmət qoyulmur. Onlara hətta qarşı dərslərdə qeyd edəcəyik ki, onlara qarşı repressiyalar həyata keçirilir. Yəni buradan insanların beynində nəsil-nəsil irsən bu ifadə, bu fikir yaranır ki, pul yaxşı bir şey deyil. Ona görə də qıtlıq bilinci hal-hazırda çox insanın əziyyət çəkdiyi problemdir. Yəni özünü layiq bilməmə, daha çox qazana bilməmə, özünü daha yaxşısına layiq görə bilməmə, hamısı burdan gəlir. Çünki bu dövrdə kimin az idisə, kimdə az var idisə, fəhlə və kəndlilər yəni daha hörmət sahibi idi, amma çox olanlar hörmət görmürdülər. Ona görə də insanlarda bu bir huy olaraq yapışıb canımıza. Azərbaycanda əks inqilabçılığa, təxribatçılığa qarşı fövqəladə komissiya təşkil olunur. Keçmiş Xalq Cümhuriyyətinin ordusunu ləğv etmək məqsədilə Azərbaycan İnqilab Komitəsi ordunun və donanmanın yenidən təşkil olunması haqqında qərar qəbul edir. Beləliklə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ləğv olunacaq. Min əziyyətlə, min zülmlə yaratmış olduqları bu ordunu ləğv edəcəklər. Bu o deməkdir ki, Xalq Cümhuriyyətinin varlığı, yəni silinir. Ümumiyyətlə Xalq Cümhuriyyəti o şərtlə təslim etmişdi hakimiyyəti ki, müstəqilliyinə toxunulmayacaq, Qırmızı Ordu Bakıya daxil olmayacaq, amma bunların heç birinə əməl olunmur. Və Xalq Cümhuriyyətinin ordusunun ləğv olunması bilirik ki, ordu da dövlətin əlamətlərindən, 6 əlamətindən biridir. Ordunun ləğv olunması artıq dövlətin ləğv olunması deməkdir. Bu artıq onu göstərir ki, Xalq Cümhuriyyəti ləğv olunur. Respublikada cəmiyyətin təbəqələrə və mülki rütbələrə bölünməsi ləğv olunur və əhalinin bütün üzvləri eyni adla Respublikanın vətəndaşı adlandırılır. İlk qanunvericilik sənədləri arasında torpaq haqqında qərar xüsusi əhəmiyyət kəsb eləyirdi. Bütün xan, bəy, vəqf və kilsə torpaqları müsadirə olunur, təmənnasız olaraq kəndlilərin sərəncamına verilir. Və Azərbaycanda Bolşevik hakimiyyətinin yaradılması və Moskvadan buranın idarə olunması artıq ölkənin sərvətlərinə, xüsusilə də neftə yiyələnmək üçün Rusiyaya əlverişli şərait yaradır. Yenə neftimiz Rusiyaya axıb gedir. Müvəqqəti İnqilab Komitəsi 1920-ci ilin 24 mayında dekret imzalayır. Bu dekretə görə neft sənayesi yenidən milliləşdirilir. Yəni dövlətin ixtiyarına keçir. Dövlətindir. Dövlət istədiyi kimi bundan istifadə edəcək. Və bir qədər sonra Xəzər Ticarət Donanması, zavodlar, fabriklər, digər sənaye müəssisələrdə dövlət mülkiyyəti elan olunur. Yəni bunlar da milliləşdirilir. Biz mart soyqırımından sonra Bakıda Bolşeviklər hakimiyyəti ələ alandan sonra orada bildirmişdik ki, milliləşdirmə olunmuşdu. Qardaşlıq yardımı adı altında neftimiz və digər sərvətlərimiz Rusiyaya daşınırdı. Xalq Cümhuriyyəti 1918-ci ildə bir dekretlə bunu ləğv eləyir, bir fərman verir və bu ləğv olunur. 1920-ci ildə yenidən Azərbaycanda Bolşevik hakimiyyəti qurulanda, yəni Azərbaycan SSR elan olunanda yenidən milliləşdirirlər və yenidən Rusiyaya daşımağa başlayır. Beləliklə Rusiya Birinci Dünya müharibəsində dağılmış olan o iqtisadiyyatını bizim sayəmizdə bərpa etməyə başlayır.
Qanunverici və icra hakimiyyətinin bütün pillələrində yalnız Kommunist Partiyasının üzvləri təmsil olunurdu. Kommunist Bolşevik Partiyasından başqa bütün siyasi partiyalar qanundan kənar elan olunur və mətbuat orqanları bağlanır. Yəni ölkədə yalnızca Bolşevik Partiyası qəzet buraxa bilər, onlar söz sahibidir. Hal-hazırda məsələn günümüzdə demokratiya rejimində və bütün partiyalar rahatlıqla, sərbəstliklə qəzetdə dərc edə bilər, öz fikirlərini də ifadə edə bilər, amma burada sadəcə Bolşeviklər fəaliyyət göstərə bilərdi, digərləri qadağan idi. Müsavat, İttihat, Əhrar və başqa partiyalar zəhmətkeşlərin qatı düşməni kimi damğalanır. Yəni fəhlə və kəndlərin düşməni kimi damğalanır və onların görkəmli liderləri təqiblərə məruz qalırdılar. Təqiblərə məruz qaldıqlarına görə bəziləri ölkəni tərk etmək məcburiyyətində qalır. Bəziləri isə hətta öldürülürdülər. 1921-ci ilin mayında Bakıda 1-ci Ümumi Azərbaycan Sovetlər Qurultayı keçirilir və qurultayda Azərbaycan SSR-nin 1-ci konstitusiyası qəbul olunur. Konstitusiyada qeyd olunanlar Rusiya Sovet Federativ Sosialist Respublikasının 1-ci konstitusiyasının təkrarı idi. Yəni orada nə verilmişdisə, burada da eyni şeylər verilmişdi. Konstitusiya bəyan eləyirdi ki, Azərbaycanda ali hakimiyyət fəhlə və kəndlərə aiddir. Əməkçi kəndlərə, yəni zəhmətkeş təbəqə hakimiyyət üzvüdür. Digər şəxsləri, yəni şəxsən saymırlar bunlar. Öz əməyi ilə yaşayanların hamısına hakimiyyət məxsusdur. Azərbaycan SSR Konstitusiyası vicdan, mətbuat, söz azadlıqlarını bəyan edirdi, amma hər zaman olduğu kimi burada yenə də bu sadəcə kağız üstündə qalırdı. Əsas qanunda irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərlik təsbit olunur. Milli azlıqların mənafeyinin qorunmasına təminat verilirdi. Konstitusiya təsdiq olunandan sonra onun tələbinə uyğun olaraq Azərbaycan İnqilab Komitəsi, yəni Müvəqqəti İnqilab Komitəsi ləğv olunur və onun yerinə Mərkəzi İcraiyyə Komitəsi yaradılır. Yəni artıq Azərbaycan SSR-nin qanunverici orqanı bu idi. Ali icra edici hakimiyyət Azərbaycan SSR Xalq Komissarlarında da qalır. İcra edicini dəyişmirlər, qanunverici dəyişilir. Yenə də Xalq Komissarları Sovetinin başçısı Nəriman Nərimanov idi. Və beləliklə bu konstitusiyanın qəbul olunması, bu yerlərdə idarəçi orqanların belə deyək təmin olunması artıq Azərbaycanda Sovet Milli Dövlət quruculuğunun hüquqi cəhətdən təşəkkülünün ilkin mərhələsini başa çatdırır. Yəni birinci mərhələ hüquqi olaraq birinci mərhələ bitir. 1929-cu ilə qədər Azərbaycan Kommunist Partiyasının katibləri bütün partiya aparatına rəhbərlik edirdi. Yəni bir nəfər seçilirdi və o bütün partiyadakı bütün vəzifələrə rəhbərlik edirdi. Hamı ona tabe idi. Partiyadakı bütün vəzifələr ona tabe idi. Və partiya aparatında rəhbərlər digər millətlərin nümayəndələrindən təşkil olunurdu. Rus, Gürcü, Erməni, Yəhudi, Polyak, yəni Azərbaycanlılara icazə yox idi. 1929-cu ildə Moskvada ilk dəfə birinci katib vəzifəsi təsis olundu. 1933-cü ilə qədər bu vəzifəyə mərkəzin emissarları, yəni mərkəzdən göndərilən digər millətlərin nümayəndələri təyin olunur. Deməli 29-cu ildə birinci katib vəzifəsi təyin olunur. Yəni birinci katib, ikinci katib bu formada vəzifələr bölgüləşdirilir. Vəzifə bölgüsü yaranır və 33-cü ilə qədər bu vəzifəni yenə də bizdən olmayanlar icra edir. 1933-cü ildə ilk dəfə Azərbaycanda Mir Cəfər Bağırov Azərbaycanlı olaraq partiya birinci rəhbər seçilir. Mir Cəfər Bağırov birinci katib vəzifəsinə təyin olunandan sonra partiyanın içərisində onu parçalayan prinsipsiz mübarizələrə son qoyur, şəxsi qarşıdurmalara son qoyur və 33-53-cü illərdə 20 il ərzində birinci katib vəzifəsini icra edir. 37-ci il Azərbaycan SSR-nin ikinci konstitusiyası qəbul olunur və bu konstitusiyada vətəndaşlara yenə də geniş hüquq və demokratik azadlıqlar verilir. Yenə də bu kağız üstündədir, yəni açıq şəkildə deyil. Əsas qanun hakimiyyət orqanlarının strukturunda dəyişikliklər edir. Sovetlər Qurultayı və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi ləğv olunur və onun əvəzinə bütün vətəndaşlar tərəfindən seçilmiş olan yeni ali qanunverici orqan olan SSR Ali Soveti yaradılır. Yəni qanunverici orqan artıq SSR Ali Sovetidir. Mərkəzi İcraiyyə Komitəsi 1921-də yarandı. 37-yə qədər fəaliyyət göstərir. 37-də ləğv olunur. SSR Ali Soveti yaradılır. Və əvvəlkindən fərqli olaraq yeni konstitusiyada türk adı Azərbaycanlı adı ilə türk dili Azərbaycan dili ifadəsi ilə əvəz olunmuşdu. Bunu belə yazılmasını göstərişini verən Stalin olmuşdu. Bu düzəliş siyasi motivlərə əsaslanırdı. Türklüyümüzü əslində göstərmək istəmirdi. Onu anlamağımızı istəmirdi. Amma bu addım 19-cu əsrin sonlarından başlamış olan Azərbaycançılıq ideyasını gücləndirir. Yəni 19-cu əsrin sonlarında bizə Azərbaycan milləti ifadəsi yaranmışdı axı. Bu ifadə yenə yəni inkişaf eləyirdi və Stalinin burada Azərbaycan ifadəsini işlətməsi bu ideyanı daha da gücləndirir. Bolşevik işğalının nəticələri Sovet rejimi ilk illərdən respublikada siyasi repressiyalar həyata keçirirdi və Kommunist Bolşevik Partiyasından başqa qeyd etdik ki, bütün partiyalar qanundan kənar sayılır.
onların mətbuat orqanları qadağan olunur. Müsavat, İttihat, Əhrar və başqa partiyalar zəhmətkeşlərin qahvi düşməni kimi damğalanır. Tezliklə bu sadaladığımız partiyaların fəaliyyəti qadağan olunur. Xalq Cümhuriyyətinin tanınmış rəhbərlərinin bəziləri ölkəni tərk etmək məcburiyyətində qalır, bəziləri öldürülür, bəziləri həbs olunur və güllələnənlər arasında dövlət xadimləri və hərbiçilər Sulkoviç, yəni keçmişdə Xalq Cümhuriyyətində xidmət etmiş olanlar Sulkoviç, Usubov, Səlimov, Şıxlinski və sairə kimi tanınmış ziyalılar və hökumət üzvləri, Rəfibəyov, Ziyadxanov, pedaqoq və alim olan Firidun bəy Köçərli və başqaları var idi. Daşnaq terrorçuları 1920-21-ci illərdə Fətəli xan Xoyskini və Həsən bəy Ağayevi Tiflisdə, Cavanşiri isə İstanbulda qətlə yetirirlər. Əlimərdə Metovçubaşov, Şeyxülislamov, Ceyhun Hacıbəyli, Məhərrəmov, Mehdiyev və sairə kimi ə, xadimlər Paris konfransında iştirak edirdilər. Ona görə də vətəndə qalmış həmfikirlərinin faciəli aqibətini öyrənirlər və ölkəyə gəlmirlər. Ona görə də bu hadisələr onların başına gəlmir. Hətta onlar ölənə qədər elə Parisdə yaşayırlar və hal-hazırda qəbirləri də ordadır. Həbs edilmiş Məmmədəmin Rəsulzadə isə Nəriman Nərimanov və Stalinin müdaxiləsi nəticəsində Bolşevik repressiyasından xilas ola bilər. Hətta Stalin şəxsi vaqonunda Rusiyaya aparılır və 1922-ci ildə Rusiyadan Finlandiyaya, oradan da Polşaya mühacirət edir və o dövrlərdə belə yenə də Azərbaycan üçün mübarizə aparır. Yəni xarici ölkədə mühacirətdə olsa belə, ölkəsindən didərgin düşmüş olsa belə, yenə də ömrünün sonuna qədər Azərbaycan üçün mübarizə aparır. Belə bir sual çıxa bilər ortaya. Niyə Stalin ona bu güzəşt edir? Çünki vaxtı ikən Məmməd Əmin Rəsulzadə Stalini təhlükədən xilas etmişdi və Stalin ona bir həyat borcu olduğunu düşündüyü üçün ona bu yaxşılıq etmişdi.